əvəzdən bir ay sonra başlayır boks. Bir ay əvvəl başlayır boksa. Aramızda bir ay fərq var biraz. Və sənin neçə yaşın var? 28 yaşında da əvəz başlayır, 25 yaşında da boks'a başlayır. İkisi də fərqli tərəfdən olub, hal-hazırda bu fərqli qrupdadır. Və uşaqlar, yüngül sparring işləyəcək. Bizim sözümüzlə yüngüldür, amma həqiqi ki, yüngül olmayacaq. Rahat uşaqlar, qaydaları dizayn edilə diqqətlə qulaq asın. Başın arxasına vurma olmaz, arxadan çevirmək olmaz. Buradan aşağı vurmaq olmaz. Özünüzü qoruyun, səliqəli döyüş keçirin. Görüşün, həm öz gücünüzlə gəl, hazır ol, boks. Tam kısıtlama geldi müəllim. Kısıtlama gelmez anlayayım. Sakit durun ki, mikrofon yoxdur, səs yazsın. Uşaqlar, bu ringə girmək istəyənlər mənim nömrəmə yatsın, düzdür. Hər adamın başı üstündə ekrandan baxmağa çatdır. Amma ki, canavarlar hal-hazırda buradadırlar. Dincəlin, dincəlin. Gördünüz kimsə düşdüyün hayır. İnşallah, hazır ol. Boks.
Su veriyorlar. Uşaqlar, oturun da hamınız. Dincəl.
Novruz və Əvəz arasında 3 raundluq çox sərt sparring keçdi. Novruz, neçə müddətdir boksla məşğulsan? 3 aydır. 2 ay fərdi, birinci ayda qrupa keçmişsən, düzdür? Əvəz, sən neçə aydır məşğulsan? 1 ay əsir, 2 ay. 2 aydır da Əvəz məşğuldur. Əvəzin 28 yaşı var, Novruzun 25 yaşı var. Yəni boksa başlamaq istəyirəm deyib gecdir mənim üçün deyənlərə səslərirəm. Hal-hazırda nümunədir bu uşaqlar onlar üçün. YouTube-da da qeyd eləyəcəm nə yazmaq lazımdır. Bunların döyüşünə girib tərəfinizi seçərsiniz. Mən düşünürəm ki, ikisi də möhtəşəm, əzmkar döyüş keçirdilər. Qıraqdan bir izləyici kimi digər tələbəmi çağırıram, onunla fikirlərini bölüşsün bunların döyüşü haqqında. Nə deyə bilərsən döyüş haqqında? Birinci maraqlı döyüş keçdi. Yəni aktiv döyüşürdülər də, yəni qorxmurdular, çəkinmirdilər, ikisi də bir-birinə hücum eləyirdi. Yəni bir dənə problem orada, problem demək olmaz. Yəni Əvəz biraz əlin salırdı aşağı. Əvəz də şeydə, Novruzda. Əlin salırdı, o da başqa belə böyüdücü bir problem yox idi digər. Əslində yox, böyük bir problemdir bu. Ən elə boksda böyük problemlərdən biri əli aşağı döyüşməkdir. Səncə üstünlük kimdə idi? Mənim üstünlük ilk raundda Novruz qəşəng döyüşürdü. Axırıncı raund Əvəz yaxşı çıxdı. Birinci raund bəs? Birinci raundun yarısına gəldim. Sonra onu bərabərə döyüşürdülər mənim. Bərabərə döyüşürdü. Sənin fikrincə bərabərə döyüş keçdi. Mənim döyüşümcə ikisi də çox gözəl döyüş göstərdi. İkisinin də mənfi tərəfləri dəhşət dərəcədə çoxdur. Bu da normal olaraq boksa təzə başladıqları və təcrübələri az olduğuna görədir. İrəliləyən zamanlarda onların üzərində işləyəcəklər. Bunu mən də sizə izah eləyəcəm uşaqlar. Ən əsas məsələlərdən biri də siz YouTube-da döyüşü izləyəndə özünüz qıraqdan özünüzə baxacaqsınız. Burnum partlayıbmı, nədirsə, Novruz? Yəqin ki, işində sənə problem yaratmaz. Yox. Canavar kimi, yorğun deyilsən? Və bir də bir şey deyim uşaqlar. Bax indi Novruz birazdan hətta öz məşqinə başlayır. Artıq 40 dəqiqə idi ki, lapa işləyirdi, boks məşqləri eləyirdi əvəzlə və bu yorğunluqla sparring işləyirdilər bunlar. Buna baxmayaraq ikisini də təbrik eləyirəm. Afərin sizin ikimizə də. Uşaqlar, növbəti döyüşlərdə görüşərik.